İçərisi və üzəri bol soslu, tam ölçülü, möhtəşəm ıslaq keki birlikdə hazırlayaq. Bu keki mütləq verəcəyim reseptlə etməyinizi tövsiyə edirəm. Qaba 4 ədəd yumurta, şəkər tozu və vanil alıb mikserlə 10 dəqiqə ən sürətli rejimdə çalırıq. Üzərinə süd və duru yağ töküb 1-2 dəqiqə yenidən qarışdıraq. Ən son un, qabartma tozu və kakaonu ələkdən keçirib əlavə edək və mikserin zəif rejimi ilə 1-2 dəqiqədə qarışdırıb hazır edək. Öncədən yağlanmış soba qabında 35-40 dəqiqə bişirək. Bu müddətdə də əsas mərhələ olan sosunu hazırlayaq. Qazana süd, duru yağ, şəkər tozu, kakao alıb 10 dəqiqə qarışdıraraq orta ateşdə qaynadaq. Ən son üzərinə südlü sadə şokolad əlavə edib 2-3 dəqiqə də qaynadıb söndürək. Qazanın qapağını örtək ki, üzəri qurumasın. Artıq kekimiz hazırdır. Dörd-beş dəqiqə gözlətdikdən sonra istədiyimiz kimi dilimlərə bölək. İsti sosu hər tərəfinə gələcək şəkildə tökək. Kəsdiyimiz hissələrdən keçək ki, sosu tam içinə çəkə bilsin. Soyduqdan sonra servis edə bilərik. Mütləq bu reseptlə sınayın. Videomu bəyəndinizsə kanalıma zəhmət olmasa abunə olub şərh yazın. Növbəti maraqlı, dadlı reseptlərdə görüşənədək. Hələlik!
Hmm.